Herkese salam, ənənəmə sadiq qalaraq, bu artıq mənim 2025-də oxuduğum part 3 kitablarımdır ki, sizlərlə bölüşürəm. Və birinci və ikinci kitablarımı, yəni part 1, part 2 kitablarımı artıq linklərini aşağıda qeyd etmişəm. Sıralama və kanalıma yeni gələnlər buyurub oradan baxa bilərlər. Və indi isə ilin son sentyabr, oktyabr, noyabr və dekabr aylarında oxuduğum kitablar ki var, onları qısa konkret sizlərlə paylaşmaq istəyirəm. Həm də özüm üçün də xatirə qalsın. İlk olaraq gördüyünüz kimi əlimdə yer aldığı Çingiz Abdullayevin Yalnız Özünüzünkilər kitabından başlayıram. Bu kitabı həqiqətən çox zövqlə mütaliə etmişdim. Həm də ki imzalı kitabdır. İmzalı kitabların da yeri mənim üçün tamam fərqlidir. Həm də kitab da mənə, öz rəfiqəmdən mənə hədiyyə olunmuşdu. Çox bəyənmişdim. Ümumiyyətlə, mən Çingiz Abdullayevin kitablarını çox oxumuşam. Başqa nəşriyyatlardan, qanundan oxumuşam. İlk dəfə deyil, bu ikinci Teyasdır. Teyasın ikinci kitabını oxudum. Tərcümə olaraq, çünki Çingiz Abdulayev bildiyiniz qədər rus dilli olduğuna görə, Azərbaycan dilində əlbəttə ki danışır. Rus dilində yazdığına görə, onu isə perevod edib Azərbaycan dilinə ərsəyə gətirəndə dil dəyişir, sözlər dəyişir, cümlələr dəyişir. Amma bu çox yaxşı cümlə ilə, yəni yaxşı oxucuya, yaxşı cümlələrlə yazılmışdı deyənə çox bəyəndim. Ardından keçid edirəm Lev Tolstoyun Ağa və Nökər. Bu kitabı oxuyarkən çox təsirlənmişdim. Qarlı yerlər, qarlı Moskva, Rusiya, yəni Rusiya, Moskva zaten eyni yerdir. Yəni öz təsvirimdə o qədər canlandırmışdım və sonu da çox ağlamışdım. Yəni hiss edərək oxumuşdum. Belə götürsək, kitabı burada 54 dəqiqədir, oxuyub bitirə bilərsiniz. Amma mən yadıma gəlirsə, bir günə yoxsa 2 günə oxuyub bitirmişdim. Bəlkə də mən daha asta oxuduğuma görədir. Yenidən keçid edirəm Çingiz Abdullayevin Axmaqlar üçün alternativ kitabına. Bu nəşriyyatda, qanun nəşriyyatına aiddir. Bu kitabı da çox bəyənmişdim, amma ilk göstərdiyim Yalnız Özümüzünkilərə bundan daha çox bəyənmişəm. Yəni bu ona baxmış, yəni ortadır. Amma yazışı olaraq yazıcını çox bəyənirəm. Yəni yazıcını həqiqətən çox sevirəm. Ardından isə Ali Vanino'nun kitab klubunun müzakirə kitabı idi bu. Gənc Werterin İztirabları. Kitab çox asan dildə yazılmışdı. Məktublar kimi qeydə alınmışdı içəridə. Orta, yəni deyim ki, lap belə sevdim, sevmədim, amma əlbəttə ki, bu cür klassikanı, ekskluziv klassika gedir, səhvləmənsə bunun adı. Yəni, belə kitab ilk dəfədir məndə olurdu, yəni bəyəndim. Amma deyim ki, belə möhtəşəm deməzdim. Niyə görə? Çünki mən bu kitaba ikinci dəfə şans vermək istəyirəm. Yəni, yenə oxumaq istəyirəm bu kitabı. Ardından keçid edirəm Elxan Əlaslının 7-ci mərtəbədə qətl. Mən bu kitabı oxuyarkən çox bəyənmişdim. Səbəb də odur ki, Elxan Əlaslının oxucuya təmasını bəyənirəm kitab vasitəsilə və olmuş hadisələr canlanır beynimizdə və o obrazları da beynimizdə çox da gözəl təsvir edə bilir. Yəni, mən çox gözəl təsvir edə bilirəm. Ona görə də Elxan Əlaslının qələmini çox bəyənirəm. Yəni, bu kitabda zövqlə mütaliə etmişdim və bildiyimə qədəri ilə də, yəni dəqiq bilirəm ki, bu Elxan Əlaslının ilk kitabıdır. Kitabları niyə görə belə paylaşım eləyirəm? Çünki düşünürəm ki, bu videoya gəlib baxan, ona kitab maraqlıdır, mən yox. Buna görə də məni görməsəz də, yəni kitabları görməyiniz daha məqsədə uyğun olar. İndi isə keçid edirəm Çingiz Abdullayevin Əclafların Vicdanı. Bu kitab da biraz qəliz tərcümə olunub. Bilmirəm, Çingiz Abdullayev özü belə, inanmıram Çingiz Abdullayev belə qəliz yaza bilər. Çünki onun danışıq dili çox xoşuma gəlir, yəni sadə dillə danışır. Amma gəl ki, tərcümə baxımından sanki qəliz alındı mənim üçün bu. Ona görə də buna da ortam. Amma yazıcını çox sevirəm, bu heç. Yəni yazıcını sevməyimi hər dəfə, hər kitabda yəni deməliyəm də, yəni hər əsərində deməliyəm. İndi isə keçid edirəm Baninin Paris günləri. Ay, çaşdım, bu hansıdır? Hə, Paris günləridir. Mən bunun Qafqaz günlərində oxumuşam. Deyəsən səhv eləmirəmsə part 2-də olmalıdır. Ona görə də 2 dənə kitabını tanıyıram. İkisini də oxumuşam. Bunu da mənə rəfiqəm hədiyyə etmişdi.
Mən bunu zaten rus dilində oxumuşdum, amma əlbəttə ki, öz dilimdə oxumaqda da fayda var. Bəyənmişdim, yəni sevmişdim, çünki keçmişdəki tarixi hadisələr, tarixi anlar hamısı qələmə alınmışdı. Baninin gözündən, ailəsi, nəsli və çox yəni sevərək mütaliə etmişdim. İndi isə mənim ən belə kövrəldiyim və çox bəyəndiyim kitaba keçid edirəm. Qurban Səid Əli və Nino romanı. Mən bu romanı həyatımda bəlkə də 3-cü yoxsa 2-ci dəfədə oxuyuram. Amma yenə oxuyaram. Yəni mənim kənarda məsələn oxunmamış kitablarım olmasaydı, mən bunu elə bugün yenidən oxumaq istəyərdim. Yəni o qədər çox bəyənirəm mən bu kitabı. Düzdür, tarixi kitabdır, hadisələr biraz kədərlidir, ayrılmaq, qovuşmaq, amma bilmirəm niyə görəsə bu mənim bəlkə də ilk kitablarımdan biri, ilk deyil əslində. Mənim bir dənə başqa kitabım var, yəni üzü başqa. Üzünə görə eyni əsəri təzədən gedib qanundan əldə etmişəm. Bu mənim ikinci kitabımdır. Üzərisi belə xalça tipli olduğuna görə bəyənmişdim. Bəlkə də oxusam 3-cü dəfə, 4-cü dəfə o biri kitabını oxuyaram. O biri kitabını bilmirəmsə göstərmişdim sizə, səhv eləmirəmsə. 2024-cü ildə link qoymuşam aşağıda baxarsınız. 2024-cü ildə oxuduğum kitabların arasında həmin Ali və Ninonun kitabı var. İndi isə keçid edirəm Ramiz Rövşən Bu Dünyanın Hər Sifəti. Bu kitab ümumiyyətlə mənim üçün dünyanın ən gözəl şeirlər kitabı, poezi kitabı ola bilər. Çünki içərisində Flora Kərimovanın mahnıları və bəlkə də bəzilərində mən heç bilmirəm ki, mahnıları var. Yəni var əlbəttə ki, amma mən dinləmişəm, keçmişəm, anlamamışam. Amma buradan oxuyub şeirləri özüm üçün zümzümə edirdim və çox belə ruhuma qidalanırdı bir sözdən. Ona görə çox bəyənmişəm. Ramiz Rövşənlə görüşmək inşallah ki, mənə qismət olar. İndi isə keçid edirəm Asya Laverloviçin Moy Первый Груз kitabına. Asya Laverloviç Bakıya gəlmişdi və mən də düşündüm ki, o cür avtor Bakıya gəlir, mən niyə onunla görüşməyim? Onunla görüşüb, əlbəttə ki, ondan imza aldım və bu kitab da mənə Ali və Nino'dan hədiyyə göndərilmişdi. Sevərək mütaliə etdim. Obrazları beynimdə çox gözəl təsvir edə bilirdim. Dəniz kənarı, mayak, gəmi, gəmidə olan restoran, yəni çox gözəl yazılmışdı. Yəni mən bu kitabı sizə tövsiyə edirəm. Əgər rus dilində biliyiniz daha yüksəksə, məndə məsələn rus dili biliyim ortadır. Amma orta olsa da belə mən bunu çox gözəl zövqlə mütaliə etmişdim. Ardından keçirəm Yeni Şeirlər kitabıma Mikail Müşfiq Əbədiyyət nəğməsi. Mən Mikail Müşfiqin, mən tək yox, əlbəttə ki, hamımız, yəni şeirləri ilə məktəbdə, ədəbiyyatda böyümüşük və içərisindəki şeirlər o qədər mənə təsir edirdi ki, o qədər mənim, bəlkə də bilməm burada hansını, birini açdım, istəyirəm sizinlə belə bölüşüm, həm də YouTube'da da qalsın. Mənim könlüm deyir ki, hələ bunlar nədir ki? Böyük günlər, şanlı günlər, şən günlər, yoluna düşən günlər hələ qarşımızdadır. Bu şeirləri oxuyarkən o qədər zövq alırdım, ruhum o qədər dincəlirdi. Yəni, düşünürəm ki, hər oxucunun öz rəfində, tək rəfində yox, əlbəttə ki, ruhuna qida olaraq bu kitabı oxumağı ona, yəni sonsuza qədər tövsiyə edirəm də. Yəni bu məcburdur da, yəni bu olmalıdır, belə deyə bilərəm. Agatha Christie'nin bir dəfə kitabını oxumuşam. Səhv eləmirəmsə part 2-də olmalıdır. Endauzun Sirri. Bu isə Agatha Christie'nin ikinci kitabıdır. Agatha Christie'nin ümumiyyətlə oxucuları çoxdur. Mən də ona görə də bunun üzərini çox bəyəndim. Dekabrın sonu oxumuşdum. Milad Pudinginin macərası. Bilmirəm, oxucular necə zövq alırlar. Əlbəttə ki, bu mənim şəxsi fikrimdir. Yəni, çox da razıyam. Yəni, ola bilər mən yenə də Agatha alıb oxuya bilərəm. Yəni, mən oxumağı sevirəm. Bu kitabı yəni belə də çox belə sevmədim. O biri kitabını da sevməmişdim. Çox qəribə, yəni orta. Buna da orta. Yəni, bəlkə də ola bilər, yəni məni izləyənlər bu kitabdan oxuyub zövq alıb. Amma mən nəsə belə o zövqü tapa bilmədim Agatha'da. Və ardından keçid edirəm detektivdən klassikaya.
Mən bu kitabı o qədər sevdim, o qədər. Mən bu kitabı oxuyarkən o qədər belə içdən yaşadım ki, yəni orada obrazları, ailəni və ailədə olan münaqişələri və ailənin, əlbəttə ki, orada əks cinsdən söhbət gedir. Əks cinsin, məsəl üçün, ailəli ola kənarda öz sevgilisi olmağını necə təsvir eləyə bilirdimsə, yəni necə həyəcanlanırdım mən bunu oxuyarkən. Yəni bu mənə başqa bir dəhşətli bir iz buraxdı həyatımda. Yəni yenə oxumaq istəyirəm və arxasında da yazılıb ki, bunun ikinci, üçüncü hissələri var. İnşallah ki, Allah mənə o günləri qismət eləyər. Mən bunun o biri hissələrini də oxuyaram. İndi isə demək olar ki, dekabr ayında oxuyub daha da belə zövq aldığım bir kitab var idi ki, Uwe adlı kişi. Bu kitab o qədər maraqlı, o qədər gözəldir ki, yəni bunun elə bir filminə baxmasam da olardı. Yəni o dərəcədə ki, yəni filmini belə özüm ssenari olaraq, yəni beynimdə o qədər gözəl canlandırdım. Yəni oxuyarkən baxırsan qalın kitabdır. Amma şriftlər həm iri olduğuna görə, həm də ara kəsmələr çox olduğuna görə kitabı o qədər tez mütaliə edib bitirmək olur ki, yəni zövqlə də bir sözlə içərisində hətta statlarım belə var. Mən hansı bir statı açım, oxuyum, görüm necə bir şey çıxacaq. Aha, burada nə yazılıb? Qadının çoxlu kitabları vardı. Hətta İspan dilində danışmasa da İspaniyadan bir çanta dolusu kitab almışdı. Oxuya-oxuya öyrənəcəm deyirdi. Əslində bu statı niyə görə götürmüşəm özümə? Mən rus dili həvəskarıyam. Yəni mən rusların kitablarını o qədər sevirəm ki, yəni mən məsələn Dostoyevskini öz dilində oxumaq istəyirəm, amma mənim rus dilim orta olduğuna görə mən o istədiyim mərhələyə gəlib çata bilmirəm. Amma o ilə belə vaz keçmirəm. Burada da onu demək istəyir ki, yəni qadının kitabları var idi. Hətta o dildə danışa bilməsə də, yəni mən rus dilində danışa bilməsəm də, yəni oxuyuram. Ona görə də bunu çox bəyənmişdim. Mən həqiqətən rus dilində kitablarım demək olar ki, bir xeyli var, bir 10-15 dənə var. Bəlkə də çox dedim, bəlkə də az dedim. Bülbülü öldürmək kitabı. Bu da həqiqətən də təsirləmişdi bu kitab mənə. Harper Lee'nin məndə bir dənə də kitab var. Bu onun ikinci kitabıdır məndə. Yazı üslubunu çox bəyənirəm. Sadə dillə yazır. Yəni oxuyub başa düşənə qədər. Yəni normaldır, yaxşı idi. Nietzsche ağlayanda bu kitab ümumiyyətlə araşdırmağıma görə Türkiyədə daha çox populyarlıq, yəni zirvəsindədir. Başqa ölkədə deyə bilmərəm. Bizim ölkədə də tam deməzdim, amma Türkiyə daha çox. Türk kitabı da hətta deyirlər ki, Türkçə daha oxumaq daha məqsədə uyğundur, amma mən bunu öz dilimizdə oxudum. Bəzi demək ki, statlar tapa bilmədim içərisində. Ona görə də qismət olsa mən bunu 2026-cı ildə yenidən oxumaq istəyirəm. Amma əlbəttə ki, sona qədər, yəni zövqlə oxumuşam. Amma gəl ki, istədiyim nəticəni kitabdan götürə bilməmişəm. Dan Brown'un Da Vinci şifrəsi. Bu da belə tarixi bir kitabdır. Ümumiyyətlə Dan Brown'un oxucuları bildiyimə görə dünyada yəni çoxdur. Onun kitabları neçə cürədir. Yəni neçə cürə demək ki, neçə hissəlidir. Hissəli də deməzim, üzr istəyirəm. Yəni çoxdur kitabları. Məndə amma bir ədəd kitabı var. Yəni deyərdim ki, belə çox belə var, bəyəndim. Yox. Yəni orta səviyyədə. Yəni o deməkdir ki, yəni mən bunu yenidən oxuya bilərəm. Yəni artıq mən məcburam ki, bunu oxuyum ki, mən buradan daha da öz bilgimi götürə bilim. Ardından bizim yerli gənc yazarlarımızdan Zəhra Hüseynlinin kitabıdır. Məni niyə sevmədin ata? Bu kitab mənə həqiqətən də həyatımda böyük bir təsir yaratmışdır. Hətta mən bu kitabı alıb oxumaqda çox tərəddüd edirdim, amma özümdə o gücü tapıb oxudum və əlbəttə ki, müəllifin özünlə də danışdım bu barədə. Həqiqətən də təsirli bir kitabdır. Məni niyə sevmədin ata? Demək olar ki, adından göründüyü kimi. Ardından keçid edirəm İkiqay. İkiqayın müəllifi Təsvir dəvəti ilə Bakıya təşrif buyurmuşdu. Mən də həmin o görüşdə iştirak elədim. Əlbəttə ki, imzasını da mənim üçün burada qeyd edib. Ona görə də bu kitabı ayrı sevdim. Demək olar ki, bu kitabı əlimə alarkən bir hissəsini açmışdım.
Oradan istədiyim cavabı almışdım. Ona görə də bu kitab mənim üçün tamam fərqli bir yerdədir. Yəni demək ki, ürəyimin ən gözəl yerindədir. Yəni çox sevirəm mən bu kitabı. Yəni yenidən Allah mənə o günləri qismət eləsə yenidən oxumağı istəyirəm. Bu isə Elxan Ələslanın Psixatr xanım kitabı. Bu kitab da Elxan Ələslanın sonuncu kitablarındandır. Səhv eləmirəmsə 32 yoxsa 30-cu kitabıdır. Bəzi oxucular var ki, çox qınandı bu kitabı görərkən, oxuyarkən daha doğrusu. Amma mən deyərdim ki, yaxşı kitab idi. Yəni normal idi. Hal-hazırda içərisindəki olan mövzular, yəni Azərbaycanda, Bakıda aktual mövzulardır. Yəni ona görə də mən bu kitabı oxuyarkən həqiqətən də elə anlara toxundum. Yəni bilmədiklərimi öyrəndim buradan. Yəni bəyəndim mən bu kitabı. Bizim öz mentalitetimizə uyğun bir kitabdır. Mürşid Mehdi evdəki yad kitabı. Mürşid Mehdinin məndə bir dənə kitabı var. Məktubdakı qadın. O kitab ümumiyyətlə populyardır bildiyimə görə. Oxumayan belə oxucular var ki, yəni oxumayan belə insanlar var ki, o kitabı oxuyub. Və mən də oxumuşkən dedim, ikinci kitabını da alam oxuyum. Bəyəndim, qəşəng yazıb. Yəni xoşuma gəldi. Bəzi də hətta məktubdakı qadındakı olan obraz, bir nəfər obraz var ki, burada da yer alıb, bu əsərdə də yer alıb və o məni ayrı belə zövqlə belə oxumuş oldum. Yəni o kitabda da o insan var. Sanki elə bil ki, o obraz mənim üçün yaşayırdı və burada da yaşamağa davam edirdi. Yəni çox bəyəndim kitabı. Reyhan Yusif qızı hekayələr dolu bir kitabdır. Yağışın altında. Hər hekayədə oxuyub kövrəlirsən, oxuyub sevinirsən, oxuyub bir sözlə həyəcan keçirdirsən. Ona görə də bunu çox bəyəndim. Demək olar ki, hər kitabı ayrı bəyənirəm. Amma bunu oxuyarkən doğrudan da çox bəlkə də ağladım, bəlkə də güldüm. Amma təsirləndim. Düşünürəm ki, bunlar hamısı olmuş hadisələri deyənə daha mənə təsir bağışladı. Qara libaslı qadın Susan Hill'in kitabıdır. Bunu da mənə rəfiqəm hədiyyə eləmişdi. O da sırf Harry Potter həvəskarı olduğuma görə bu obrazda gördüyünüz kimi Daniel'in rəsmidir. Yəni həmin filmi də var. Filminə baxmağı heç belə özümə yaraşdırmadım. Yaraşdırmaq deməyim. Yəni çox qorxdum. Çünki oxuyarkən çox qorxmuşdum bu kitabı. Yəni treylerdə çox dəhşətli dərəcədə, yəni təsvir eləmək də çox asandır bu kitabı. Ona görə də oxuyub təsvir elədiyimə görə düşündüm kitabın ən yaxşısı, filmini ən yaxşısı izləməyim. Zaten o kitabı oxuyarkən beynimdə onun filmini çəkdim demək olar ki. Əgər qorxunu sevirsinizsə, həyəcanı sevirsinizsə bu kitabı məsləhət görürəm. Və ardından keçirəm yenə Çingiz Abdullayevin Soyuqdan Dönməyən Cəsuslar. Bu kitabı da çox bəyənmişdim, maraqlı idi. Demək olar ki, sanki bir rus filminə baxırsan, mən Çingiz Abdullayevin kitablarını çox bəyənirəm. Bəlkə də rusların kinolarını sevdiyim kimi. Yəni, məsələn, xariciləri də sevirəm, özümüzkiləri də sevirəm. Amma bunu da sevmişdim. Fyodor Dostoyevskinin Öteki kitabı. Düşünürəm ki, mənə məsləhət görmüşlər ki, Dostoyevskinin türk dilində kitabını oxuyun, əgər rus dilində oxuya bilmirsinizsə. Mənə biraz qəliz gəldi bu kitab. Ona görə də bu kitab haqqında tam da belə geniş məlumat verə bilmirəm. Ümid edirəm ki, bu kitabı yenidən oxumaq mənə qismət olar. Amma belə orta, yəni Dostoyevskini sevərək deyə bilərəm ki, normal. Normaldan da çox bəlkə də. Bu isə mənim oxucu gündəliyimdir. 2025-in oxucu gündəliyi. Ümumi mən 77 ədəd kitab oxudum. Hər kitabı say olaraq deyil əlbəttə ki, hər kitabı ayrı bir həyatımda zövq aldım. Yəni həyatıma daxil elədim və əlbəttə ki, onlar hamısı mənim həyatımda mövcud olacaq hər zaman. Yəni evimin bir küncündə deyim, baş bir yerdə deyim, rəfimdə olacaq. Ona görə də hər kitabımı ayrı-ayrı sevirəm. Hətta kitabı oxuyub anlamadığım kitabları belə sevirəm. Çünki onlara zaman ayırmışam, onlara saatımı, dəqiqəmi, bəlkə də kədərli, bəlkə də sevincli anlarımı ayırmışam deyənə hər kitab mənim üçün ayrı bir dünyadır. Və bu da mənim oxucu gündəliyim, dolu-dolu keçən gündəliyimdir ki, içərisində həqiqətən dolu-dolu yazılar yazmışam və sona qədər çatdırmışam oxucu gündəliyimi.
Belə, ümid edirəm ki, izlədiniz, bəyəndiniz. İnşallah 2026-cı ilin aprel ayında da 4 aylıq hansı kitabları mütaliə etmişəmsə, ya mayda, ya aprelin sonunda, çox güman ki, mayda 2026 part 1 oxuduğum kitabların məlumatlar videosu gələcək. Belə, sağ olun, görüşmək ümidi ilə. İzləyən hər kəsə də özlərinin təşəkkürümü bildirirəm ki, diqqətlə məni izlədiniz, diqqətlə sona qədər baxdınız, yan keçmədiniz və dəstək oldunuz əlbəttə ki. Bir daha təşəkkürlər, sağ olun. Abunə olmağı da unutmayın.